Bir də Rəcm ayəsi Quranda hansı surədə olub, hansı ayədə? Bir də Rəcm deyəsən Əhzabda olub. Əhzabda. Deyəsən. Bir də Nəsxin üçüncü. Ya da Bəqərədə. Nəsxin üçüncü növü Quran və sünnədə var axı. Hansı ki həm Buxari və Müslim ayə götürür, həm də hökm götürür. Süd verməklə əlaqəli hədis. Birinci ayə nazil olmuşdu ki, bu Quranda ayə idi. Bir qadın o zaman uşaq üçün məhrəm sayılar ki, uşaq o qadından 10 dəfə süd əmsə. Quranda ayə idi, 10 dəfə. Sonra başqa bir ayə gəldi, o ayənin həm qirayətini aradan qaldırdı, həm də hökmünü elədi, endirdi 5-ə. Bu da ayə idi. Sonra, bu 5 dəfə ki var, o ayənin qirayəti nəsx oldu, hökmü qaldı. Birinci ayə, bu məsələdə 2 dənə ayə nazil olmuşdur. Birinci nazil olan ayə 10 dəfə süd əmməyə dairdir. 10 dəfə süd əmmək. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında başqa bir ayə gəlir ki, 5 dəfə əmsə məhrəm sayılır. Bu ayə əvvəlki ayənin həm qirayətini aradan qaldırır, nəsx edir, həm də hökmünü 10 idi, oldu 5. Sonra isə 5 dəfə süd əmmə ilə əlaqəli ayənin qirayəti, oxunuşu nəsx edilir, amma hökmü indi qüvvələdir. Ona görə birinci ayə həm tilavəti, həm də hökmü nəsx olan ayələri dəlildir. İkinci ayə isə tilavəti nəsx olub hökm qalan ayələri dəlildir. Aydındır? Bəs Rəcm ayəsi nəyə aid gəlib axı? Yəni, nə səbəbi gəlibdir? Ayənin gəlmə səbəbi. Quranda bugün İslam şəriətində evli qadınla evli kişinin hökmü nədir? Evli qadın və evli kişi zinə etsə onların hökmü nədir? Daşqalaq. İndi sən bunu hardan götürdün? Sünnədən. Bu vaxtilə Quranda ayə olub. Vəssalam. Məsələn, belə deyəklər, ayə var Quranda وَالسَّارِقُ وَالسَّارِقَةِ فَقْدَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ Əl-əyə. Oğru kişi və qadınların əllərini kəsin. Ayə nəyə görə nazil olub? Ayə nazil olub ki, yəni bu hökm bəyan etsin. Oğru kişi və qadınların əllərini kəsin. Və başqa ayədə Ənnən nəfsə bin-nəfsi vəl-aynə bil-ayni vəl-ənfə bil-ənfi vəl-uthunə bil-uthuni vəl-sinnə bis-sinnə vəl-cüruhə qısas. Cana can, gözə göz, qulağa qulaq. Qısas ayəsi, dişə diş, qısas ayəsi. Niyə Quran nazil olub? Bunu bəyanləmək üçün. Və Quranda vaxtilə ayə nazil olub, Rəcm ayəsi. Rəcm ayəsi bu hökm bəyanləmək üçün. Və sonra o ayəni tilavəti, oxunuşu aradan qaldırılıb Peyğəmbər sallallahu aleyhi və səlləm sağlığında. Və hökm qalıb. Və xəlifələrin vaxtında, xüsusən Ömər ibn Xattabın vaxtında bəzi cahillər çıxmışdı və rəcmi inkar edirdilər. Hətta ola bilsin bu məsələdə yahudilərin əli də olub. Çünki yahudilər bunu inkar edənlərdən idi. İnkar edirdilər. Hətta Allah Resulunun zamanında. Daşqalağı inkar edirdilər. Razı deyildilər bu hökmlər. Baxma ki, bu Tövratda nazil olan hökmlərdən idi. Və bəzi cahillər başlayırlar bu şeyləri yaymağa. Və insanlar arasında şübhə salmağa ki, Quranda rəcmlə əlaqəli ayə yoxdur, ancaq şallaq ilə əlaqəli ayə var. O tətbiq olunmalıdır, bu yox. Ona görə Ömər ibn Xattab deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan ayələrin içərisində bu da var idi. Və biz onu oxumuşduq, əzbərləmişdik. Və Ömər ibn Xattab deyir ki, insanlar qınamasaydı məni, onu Qurana artırardım. Qurana yazardım onu. Aydındır. Necə ki, ayədə Peyğəmbər sallallahu Quran ayəsidir. Allah subhanahu ta'ala buyurur, Peyğəmbərin dili ilə əgər Rəhmanın övladı olsaydı, ona ibadət edənlərin ilk mən olaydım. Əgər Rəhmanın övladı olsaydı, ona ibadət edənlərin birincisi mən olardım. Allah subhanahu ta'ala övladı ola bilər. Kimsə bu ayə qarşı çıxa bilər? Yox. Olsaydı,
İnsanlar Ömər ibn Xattab deyir ki, qınamasaydı. Və Ömər ibn Xattab göstərir. Ona görə sonraki gələn alimlər, məsələn, İmam Əhməd Usul-i Sünnədə, İmam Bərbəhari Şərh-ü Sünnədə və başqa alimlər Əhl-i Sünnətin, məsələn, sən Usul-i Sünnə kitabına baxsan, İmam Əhmədin kitabına, kitab əqidə kitabıdır. İmam Rahmanullah Əhl-i Sünnətin etiqad əsaslarından danışır və sonra gör nə deyir? وَالرَّجْمُ haqq. Rəcm haqdır. Allah Rasulü edib, Raşid xəlifələr edib, bütün sahabələr edib. Niyə görə əqidədə rəcmdən danışır? İmam Tahavi əqidəsində niyə görə corab üzərində məhsisdən danışırsa, İmam Əhməd Usul-i Sünnədə əqidəsində rəcmdən danışır. Hələ ona görə. İmam Tahavi Rahmanullah əqidə kitabında corab üzərində məhsisdən danışır. Niyə? Çünki corab üzərində məhsi inkar edənlər çıxmışdı. Xavarislər və rafislər kimi. Və hətta corab üzərində məhs əhl-i sünnəti bidət əhlindən ayırar tərq olmuşdur. Ona görə İmam Tahavi Rahmanullah bu fikri məsələdir. Əqidədə bunu qeyd edir. Ona görə İmam Əhməd Rahmanullah Usul-i Sünnədə var. Bərbəhari Şərh-ü Sünnədə əqidədə bunu gətirir. Əqidə kitabında deyir ki, rəcm haqq. Rəcm haqdır. Və bütün bunlar göstərir ki, o dövrdə artıq var idi. Rəcmi inkar etmək istəyənlər. Çünki, nəyə görə? Çünki biraz hökm bəzilərinə ağır gəlir. Təbii ki, kimlər istəmirdi bu hökmü? Zinəkarlar. Çünki bu hökmün şəriətdə olması sənin üçün problem yaradır? Yaratmır. Mömin üçün heç bir problem yoxdur. Kim danışırdı? Kim etiraz edirdi? Çünki özü zinəkar idi ona görə. Məsələn, bu gün danışırlar, deyirlər İslamın bu cinayət məcəlləsi ki var, belə deyək də, cinayət qaydaları, cinayətlə əlaqəli cəzalar İslamda, necə Avropada deyirlər çox ağırdır. Yəni, insanlığa yaraşmaz və s. və ilə axır. Məsələn, bu nədir deyir? Bir oğurluq elədir, əli kəsilir. Mən başım çıxır, sən niyə narahat olursan? Oğrunun əli kəsiləcəkdir, sən ki oğru deyilsən. O özü oğrudur ona görə. Cəmaatın malını yiyəndir deyənə belə danışır. Ki deyir, yox, biz bu qanunlarla, şəri qanunlarla razılaşmırıq. Niyə razılaşmır? Çünki özü oğrudur. Yəni, məsələn, oğru kişi və qadınların əlləri kəsilsin. Ayəni oxuyanda sən narahat olmursan ki, əksən sən deyirsən ki, əli yoxu qolu kəsilsin dibindən. Sənin üçün problem yoxdur. Kimin nəfsində öz həyatında problem var, o narahat olur. Deyir ki, yox, bu qayda, bu cəza bugünkü zamanda uyğun deyil. Çünki özü oğrudur. Və maraqlıdır, sən niyə oğrunun qeydinə qalırsan? Sən malı oğurlananın qeydinə qal. İslam sənin malını oğurlayanın üzərinə qoymuş mu qoyur? Sənin üzərinə qoymur ki. Belə yəni. Ömər radiyallahu anh hara deyirdi, yazardım onu? Təbii ki, aydındır ki, orada nəzərdə tutulur Quran haşiyəsi. Aydın məsələdir. Hətta bu rafislərin öz kitablarında gəlir. Tosinin kitabı var, Kitab-ül Xilaf, 5 ciltli kitabdır. Həmin kitabdan bir qardaşın özüm axtarmışam həmin hədisi. Posk verdi, axtarışa. Həmin hədisi Ömər ibn Xattabdan rəvayət olunan hədis Tosinin Kitab-ül Xilafdadır, 3-cü ciltdə. Eyni ilə gəlib Buxarda olan hədis. Fəqət orada bu əlavə də var. Ömər ibn Xattab deyir ki, insanlar məni qınamasaydı, rəcm ayəsini Quranın haşiyəsinə yazardım. Yəni, Quran ayələri və qıraqda ağ yer ki var, o yerə yazardım. Bu əslində problem deyil. Nəyə görə problem deyil? Çünki əvvəllər sahabilər belə edirdilər. Hər sahabənin öz əlində mushaf var idi. İbn Məsudun mushafi, İbn Abbasın, Əlinin, Ayşənin və qeyrilərinin mushafləri var idi. Quran olaraq eyni idi. Fəqət haşiyədə öz əlavələrini yazırdılar. Hansı ki onlar Quran ayələrinin təfsirləri idi. Və sonra o əlavələr bəzi insanlar tərəfindən səhv salınırdı Quranla. Ona görə Ömər ibn Xattabın zamanında və xüsusən də Osmanlı zamanında bu şeylər təmiz yığışdırıldı,
hamı bir mushaf ətrafında cəm edildi. Ona görə Ömər İbn Xattab deyir ki, insanlar qınamasaydı yazardı. Çünki o cür Quranlar artıq nə olmuşdu? Yığışdırılmışdı. Və hər kəs bir mushaf ətrafında toplanmışdı. Aydındır? İxlasla.com saytı tərəfindən təqdim olundu.